Xalam oğluyla evliyəm. Heç bir irsi xəstəliyimiz olmadığı üçün evləndik. Toy günü bir-birimizə söz verdik ki, ailələr arasında nə qədər problem olsa da biz qarışmayaq. Bir ay sonra bacımın uşağı oldu. Ora getmək istəyirdim. Yoldaşım da razı idi. Qaynanam evdə anamla dava saldı. Yoldaşıma da dedi ki, onun anası məni təhqir edib. Sən də onu aparma, qoy dərs olsun. Biz isə getdik, amma evə qaydanda bizlə danışan olmadı. Hər ay qaynımla qaynanam evimizə söz salır. Anamı yoldaşımın yanında həmişə pis qələmə verirlər. Əslində bacısı idi. Quda kimi yox, bacısı kimi rəftar etməli idi. O qədər anamı pislədilər ki, indi yoldaşım hər söhbətdə məni sancır. Sənin ailən dağılsa bil ki, anan edib deyir. Halbuki anam yoldaşıma öz anasından da daha yaxşı olur. Yoldaşım pulu qazanıb anasına və qardaşına edir. Amma atam anam mənə uşaqlarıma hər şey alır, həkimə kimi anam aparır. Yenə də anam pisləyirlər. Bir dəfə çox böyük dava etdik. Atam evinə gəldim və bir həftə orada qaldı. Qaynanam arxamca olmadıq sözlər danışır. Sonra gəldi, hamı yalan deyir, mən elə söz deməmişəm dedi. Yoldaşımın işini şəhərə verdilər. Köçüb gəldik, amma burada da rahatlıq vermədilər. Yoldaşıma zəng vurub deyir ki, siz getdiniz həyatınızı yaşamağa, biz isə burada acından ölürük. Halbuki yoldaşımın kartı anasındadır və hər ayda buradan ona ərzaq gedir. Mən Allaha həvalə etmişəm onları. Həmişə ata-anamın adını onların yanında uca tutmağa çalışıram. Çox əziyyət çəkmişəm. İndi də bir sümüyümdə sürüşmə var. Canım ağrısa da hamısını valideynlərimə qurban etmişəm. Özüm ali təhsilliyəm, işləmirəm övladlarıma görə. Amma mənimlə elə danışırlar ki, güya mən evdə qalmışdım. Qaynanam da səni mən arvad etdim deyir. Hər şeyə dözüb dururam. Deyirəm ki, yaman günün ömrü az olar. Allah mütləq hər şeyi ürəyimə görə verəcək.